Dövlət anlayışını nəzərə alaraq və rəhbər tutaraq Türkiyənin bütövlüyü uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş dəyərli qardaşlarımızın əziz xatirəsini bir dəqiqə sükutuna yad edirik. Allah rəhmət eləsin. Çox dəyərli dostlar, bugünkü tədbirimizi açıq elan edirik. Ofisimizdə hal-hazırda bizim çox dəyərli Türkiyədən gələn, əslən Qərbi Azərbaycandan olmuş, uzun illərdir Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəaliyyət göstərmiş Asimdər General Başqanı Göksel Gülbəy və Göksel Gülbəyin uzun illər yardımcısı olmuş və bugün AK Partinin İqdir Başqan yardımcısı olmuş Ərdal bəy və Göksel bəyin yardımcısı olmuş Əfqan bəy Azərbaycanda qonaqdır. Bugünə qədər deyərdim ki, 2022-ci ilə qədər Göksel Gülbəyin onlarla səfəri Azərbaycanda səfərə gəlmişdir, səfərdə olmuşdur. Ancaq bugün Göksel Gülbəygil azad olmuş Qarabağda, bütün Qarabağın uğrunda gedən mübarizədən sonra ilk dəfə bir qələbə Azərbaycan torpağına qədəm qoymuşdur. Onunla bağlı Göksel Gülbəy, mən sizin təşkilatınızı, sizin dostlarınızı, mücadilə apardığınız insanların hər birini Azərbaycanın bu zəfəri ilə bağlı təbrik edirəm, can sağlığı arzu edirəm. Cənab Prezidentimiz dediyi kimi Azərbaycanın bu zəfərində Türkiyənin bir dövlət olaraq, bir xalq olaraq payı vardır və biz də həmişə bir qardaş xalq kimi, bir qardaş, bir millət kimi həmişə sizin dəstəyinizə arxayın olmuşuq. Nə vaxt ki, Türkiyənin acı bir günləri olubdur, Azərbaycan həmişə Türkiyənin yanında olubdur. Çanaqqala Savaşında minlərlə şəhid olmuş Azərbaycanlılar kimi, Nuru Paşanın komandanın altına Qafqaz İslam Ordusunun Azərbaycanı işğaldan azad edəndə gələnlər kimi, o cümlədən Türkiyənin hansısa bir başı ağrıyanda Azərbaycan Prezidenti və onun komandası Türkiyənin yanında olmuş və o cümlədən Qarabağ Savaşının işğaldan azad olunmasında Türkiyənin bütün sahələrdə verdiyi dəstəyi biz gördük. Onun üçün də Şuşa bəyənnaməsi ilə əlaqədar olaraq Türkiyə-Azərbaycan strateji əməkdaşlığa qədəm qoydu. Dünyada analogu olmayan bir birlik var Türkiyə-Azərbaycan arasında. Əziz qardaşlar, mən bir daha sizi təbrik edirəm, can sağlığı arzulayıram. Arzulayıram ki, belə bir növbəti görüşümüz ən azından Dərəlezdə olsun, İrəvanda olsun, Zəngəzurda olsun. Cənab Prezidentimiz dediyi kimi mən nə vaxt nəyi, necə edəcəyimi yaxşı bilirəm. Və o gözəl bilir ki, bu işi necə həyata keçirəcəkdir. Heç kimdə şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq, Türkiyə ilə Azərbaycan qucaqlaşacaq və o qucaqlaşma İqdirdən keçəcəkdir. Məhz sizin evlərinizin yanından, sizin ofislərinizin yanından İqdir Türk dünyasına açılan bir yoldur, bir qapıdır. İrəvanın deməli, qonşuluğunda yerləşən bir bölgədir. Ağrı Dağda ermənilərin ürəyinə bir xəncərdir. Eşq olsun sizlərə. Mən sözü bizim